Buyurun, özünüzü təqdim edin, ünvanınız. Mən Qədirov Sübhan Qədiroğlu 1957-ci ildə Əhəng kəndində anadan olmuşam. 1987-ci ildən bu yana İsmaili rayonunda yaşayıram. Mənə atamdan qalan mülk Əhəng kəndində, onun adından arxivdə qeydiyyatda olan 8 hektar sot torpaq sahəsi olduğu halda əlimdə arxiv sənədi ola fakt. Ancaq əfsuslar olsun ki, Sovet dövrü hökuməti dağılandan sonra yerli qurumlar bu torpaq sahəsini kəsə-kəsə gətirib heç 5 sota da qoymayıblar. Bu torpaq sahəsi 2 hissədən ibarətdir. Bu torpaq sahəsi bir hissəsi əmlak mülkün yaşayış evinin altında olan 3 sot 400 neçə kvadratmetr sahədən ibarətdir. Ancaq onun rəsmi həmin sənəddə Sovet dövründə sonra islahat gedən vaxtı onun torpaq sahəsi şəhadətnaməsində qeyd ediblər. Halbuki torpaq 3 sot yarım da deyildir. Ancaq qıraqda vaxtilə kolxoz tərəfindən verilmiş kolxozçulara torpaq sahəsi əkib bitməyinə ya nə bilim tikinti tikməyinə qıraqda 6 sot torpağı var. Bu torpaq sahəsini isə həmin 6 sot torpaq sahəsini 2 sot şəklində qeydiyyata ötürüb sənədləşdiriblər ki, güya mənim atam bu torpağı zəbt edib. Əlimdə rəsmi sənədlər ola mən bu işlərimi tam bir yerə dəqiq bir yerə çatdıra bilmirəm. Ki, gələcəkdə mənim 5 övladım var. Bir qız uşağı, 3 oğlum var. Oğullarımın ikisi şikəstdir anadan gəlmə. Biri 44 yaşında, biri də 28 yaşında özlərini idarə eləməmək vəziyyətdədirlər. Mən onları daim məhkəmə yolu ilə öz qəyyumluğunu arxada qalan o sağlam qardaşlarımın üzərinə vermişəm. İndi mən dövlətdən başında oturanlarında artıq dərəcədə xahiş edirəm, prezidentindən, nə bilim, milli təhlükəsizliyindən, prokuraturası, daxili işlərindən, nə bilim, dövlət torpaq xəritə çəkmə komitəsindən bu komitəyə müraciət də eləsəm, hələ bir əlimdə dəqiq bir şey sənəd ala bilmirəm və daha aşağı təbəqələrə gəlib çıxdığı kimi Əhəngkənd Bələdiyyəsindən, Əhəngkənd Sovetliyindən, nə bilim, rayonun icra başçısı Nahid Bağırov yoldaşla xahiş edirəm, bu işə baxılsın və komissiya təşkil eləsinlər, əlimdə olan sənədlər üzərində bu işə baxılsın və mənə bir yol göstərsinlər ki, mən bu atamdan qalan 8 sot torpağa yiyəlik eləyə biləm. Siz müraciət etmişsiniz hansısa qurumlara bu məsələ ilə bağlı? Müraciət eləmişəm, əlimdə olan sənədlər burada da. Faktiki kötüyünə düzgün getmədiyi üçün axıllarına gəldiyin yazıb veriblər. Sizə yuxarıdan deməli Bakı şəhərində mərkəzi qurumlardan məktub da dediniz gəlib ki, baxılsın işə, yerli reistr. Yazılıb, dövlət xəritə çəkmə komitəsinə yazmışam, sənədlər var burada vaxtilə, nə bilim, aralara yazmışam. Onlar da yönləyiblər vaxtilə rayon icra hakimiyyətinə. Rayon icra hakimiyyətindən də əlimdə bir deyiş var burada ki, faktiki o torpaq 6 sotdur orada, ancaq o şəhadətnaməyə onu 2 sotda yox, 1 sot 800 neçə kvadratmetr qeyd ediblər. Onu kim qeyd edib orada? Bələdiyyə? Yox, onu bələdiyyənin o verdiyi vaxtilə torpaq islahatı gedəndə kimlər tərəfindən, onu dəqiq deyə bilməm, kimlər tərəfindən verilirsə, bu torpaq nə bilim islahatının nəyi Xıdırov kim tərəfindən o sənədlər təqdim olunub, o sənəd əsasında da indi onlar onu heç 2 sot yox, 1 sot 800 neçə kvadrat sahə şəklində pasportlaşdırıb mənə veriblər.
siz İsmailli reyestrdə olmusunuz? Olmuşam da bu Nədir? sənədlər reyestrdən çıxıb da. Mən Bəli. vaxtında başa düşməkən sonradan ayrılmışam ki, mənim bu aparılan işlər düzgün aparılmayıb. Mən dəfələrlə o kəndə reyestrin işçilərini o Vahid adında bir şəxsi, nə bilim, canım sənə desin, biz Zərnavalı balası var. Rəşad adında bir oğlanı işçisin, reyestrin işçilərinin 2 dəfələrlə, 3 dəfələrlə Sadiq bir familiyası, bir reyestrin müdürü, İsmail Rauf Reyestri Xidmətinin müdürü Sadiq müəllimin devrində onun tapşırığı ilə gediblər, ölçüblər, baxıblar. Ancaq fakt əlində olan sənəd budur ki, arxivdən bu 8 sot torpaq atamın adında olub. Bu 8 sot torpaq 2 hissədən ibarətdir. Bir hissəsi evin altında, bir hissəsi isə qıraqda olan əkmək üçün, bitmək üçün və yaxud da gələcəkdə ola bilər ki, tikinti tikmək üçün belə bir əmlak paydı, əmlak olub bu. Yəni siz deyirsiniz ki, sizin əmlakınızı saxtalaşdırıb sənədlərini əlinizdən almaq. Bəli, mən bu saxtadır, bu sənədlər saxtadır. Ola bilməz ki, dünyasında. Mən bu dövlətin yuxarı təbəqəsindən və aşağıda olan məmurlarından xahiş edirəm, lazım olan şəkildə komissiya təşkil olunsun, bu iş yerində araşdırılsın. Bu iş yeri düzdür, o köhnə kişilərdən, indi şahidlərdən yoxdur, yəni müəyyən qədər bəzi şahidlər də tapa bilərəm ki, bu fakt, bu torpaq 64-cü ildəmi, 65-ci ildəmi o ki, millətə paylanılıb, həmin torpaq da yolun qırağında birinci sahə atama məxsus olan sahədir. Bu 8 torpağı sonradan nə bilim Əhəngkənd Sovetliyi tərəfindən neçənci illərdə atamın ölümündən sonra 7 sot adı ilə qeydiyyata ötürüblər. 7 sot da indi heç yox, 7 sot gəlib indi 5 sot neçə kvadratın üstündə dayanıb. Aydındır, biz də buradan müraciət edirik əlaqədar qurumlardan və İsmail rayon İcra Hakimiyyətinin başçısı cənab Nahid Bağırovdan ki, bu məsələni nəzarətə götürsün və sizin probleminizin həlli istiqamətində tutarlı addımlar atsın. İnşallah dövlətimizin qanunları var və inanırıq ki, sizin probleminiz tezliklə həll olunacaq. Və doğrudan da bu məsələnin həll olması üçün komissiya təşkil olunmalıdır. Çünki vətəndaşın əlində arxiv sənədi var. Arxiv sənədində göstərilən və faktiki vətəndaşa verilən sənədlər arasında böyük ziddiyyətlər var. Vətəndaşın əmlakını onun özünün razılığı olmadan, xəbəri olmadan saxta sənədlərin əlindən alıblar və yaxud əlindən almağa cəhd ediblər. Ona görə də bu problemlər həll olunmağa görə vətəndaşın sənədləri yenidən işlənməli və düzəlişlər aparılmalıdır və onun atasından qalan torpaq sahəsi onun özünə qaytarılmalıdır. Bizi izləməyə davam edin, kanalı bəyənin, paylaşın. Buyurun, əlavəniz varsa. Mən əminəm ki, mən dövlətimin qanunlarına bələdəm. Çox düzdür, bəzi yuxarıda oturanların xəbəri olmadan aşağıda oturan məmurlar bəzi işləri öz istədikləri kimi həll edirlər. Bəzən yeri də gələndə deyir ki, mən nə bilim, mən burada oturmuşam, sənin kan səviyyətin, nə bilim, vaxtı ilə, indiki söhbət indidən getmir. Söhbət 20-25 il bundan qabaqçı vaxtdan gedir. Mən indiki nə bələdiyyənin, nə icra nümayəndəsindən heç bir şikayətim yoxdur. Mən qabaqçı vaxtı ilə, indi onlar yoxdur, həyatda da yoxdurlar, dünyaların dəyişiblər, istədikləri kimi. Tək ola bilər ki, mən deyiləm bu vəziyyətdə, bütün o kəndin, bütün o cəmaatın əmlak payları bu şəkildədir. İndi çoxlarının xəbəri yoxdur. Halbuki mən də neçə illərdir yatmışam, indi oyanmışam ki, bu proses düz aparılmır. Xahiş edirəm ki, bu işə düzgün baxılsın, komissiya təşkil olunsun, yerində yoxlanılsın, faktiki sənədlərlə günahkar olsam, günahım üçün cavabdehəm, günah işlətməyim üçün cavabdehəm. Yoxamsa mən haqqımı atamdan qalan əmlakı, mirasımı mənə çatdırsınlar. Aydındır, təşəkkür edirik. Çox sağ olun. Sağ olun.